Mənim öz hekayəm. Bir gün Roblox'da oyun oynamaq istədim. Evdə sıxılırdım. Və girdim Grow a Gardener. Amma orada heç kim yox idi. Amma bir dənə adam var idi və onu tanımırdım. Və üstündən qəribə ürpərdici bir şəkillər var idi. Ona birinci tanımadım. Sonra bir şey soruşmaq istədim. O tez söz dedi mənə ki, məni tanıyırsan? Mən də dedim ki, mən səni hardan tanıyım? Gərək hesaba göz atmaq. Və o mənə dedi, səni yarım dəqiqə verirəm. Əgər hesabıma girib bilgilərimi görməsən, sənin hesabını banlayacağam ya da Roblox'unu siləcəm. Və girdim hesabına. Amma o gördüm ki, zığallıq edib hesabını silmək istədi. Amma yox, hesabını silmədi. O telefonumu dondurdu və girə bilmədim təbii ki, 10 saniyə qalmışdı. Amma son anda çatdırdım, sadəcə bir dənə bilgi gördüm və yazılmışdı orada. Məni tanımaq istəyirsənsə, buraya bas. Və basan moment oyuna ışınlandım. Yəni birdən-birə gəldim. Və gəldim, gördüm həmin adam oradadır. Amma o hərəkət etmirdi. Mən də soruşdum, bacara bilmədim, banlayacaqsan hesabını. O da dedi ki, təbii ki, niyə olmasın? Və deyərək hesabımı banladı. Amma mən təzədən Roblox hesabını açdım və bir şey gəldi. Dedi ki, yenə Grow a Gardener girdim və dedi ki, yenə hesabı açsan artıq telefonunu hackləyəcəm deyə dedi. Mən də qorxub Roblox'un özünü silib çıxdım. Ona görə də heç vaxt Roblox videoları və ya Roblox oynaya bilməyəcəm. Amma çox sıxılmaya başladım və Roblox'u dayanamayıb oyuna girdim. O adamı görmədim. Birdən qarşıma çıxdı. Tez oyundan qorxub çıxdım. Və Roblox'da ekranına öz şəklini dedi və çıx dedim sənə, yoxsa hesabını banlayacağam.